biz buradan elə bizim çıxış yolunun bir çox xeyriyyəçi xanımları, bəyləri sağ olsunlar. Mən onların hər birinə təşəkkürümü bildirirəm. Buradan bir xeyli isti geyimlər yığdılar, topladılar ki, biz bunları qardaş Türkiyəyə, bacı qardaşlarımıza göndərməliyik. Bir haşiyə də çıxım. Hətta uşaq belə deyim, gödəkçələrinin ciblərinə konfetlər, şəkərlər qoymuşdular. Əlcəklər, isti corablar ki, uşaq gödəkçəni geyinən kimi əl atanda cibinə oradan bir isti əlcək çıxsın, corab çıxsın, konfet çıxsın. Bunları da eləmişdilər. Yəni bunu da düşünmüşdülər. Heç mənim ağlıma gəlməzdi, amma gördüm ki, bunu eləyiblər. Çox sevindim. Demək, buradan bizim o göndərdiyimiz hədiyyələr gedəndə qardaş Türkiyəyə mən Güneldən xahiş etdim ki, Günel, o hədiyyələr oradakı necə ki, çatacaq bizim bacı qardaşlarımıza. Biri var ki, hədiyyəni beləcə göndərir. Biri də var ki, o hədiyyəni kimsə açır, baxır, artıq onu görür də sənin də ürəyin sakit olur ki, aha, mənim göndərdiyim hədiyyə gedib çatıb. Dedim, Günel, bunu edə bilərsən. Həmən dönəmdə də yəni çox ciddi nəzarət vardı. Yəni, mən sadəcə olaraq söz kimi dedim bunu ki, Günel, kaş ki, belə bir şey etmək olardı. Biz də görərdik ki, hara çatdı olar, kimə çatdı olar, elə belə dedim, vallahi. Yəni, belə demədim ki, mütləq şəkildə lazımdır. Günel elə bir kəlmə mənə dedi ki, hə, yaxşı. Yaxşı nədir? Günel oradan yaşadığı şəhərdən gedib o birisi şəhərə, gedib bələdiyyə deyib, Azərbaycandan bura. Tırlar gəlir, mən onları görməliyəm. Oradakı bələdiyyədəki arkadaşların başdan Metin Karakoç olmaqla çox hörmətli hansı bələdiyyə idi, Günel? Əsənyurt bələdiyyəsi ən böyük yardımı etdi mənə, amma həmin o tırlar çıxdı Beylikdüzü bələdiyyəsinə və mən belə deyim, həqiqətən xüsusi qorumalı, xüsusi dövləti qoruyan o xüsusi şəxslərlə bərabər rəsmi mühafizəçi ilə getmişdi Günel ora. Rəsmi mühafizəçilərlə bərabər getdik, girdik içəri. Hepsi belə baxırlar, deyirlər ki, bu burada çəkiliş mi yapacaq? Həm də telefonla, yadınızda Həm də telefonla. Telefonla və canlı görüntü olaraq bağlanıraq. Həqiqətən mən Hakan bəyə, Bülent bəyə, Metin Karakoça və bəzi isimlər var, verəmirəm daha yuxarıda olan isimlər. Onlara çox təşəkkür edirəm bələdiyyədəki arkadaşlarıma. Həqiqətən səhər saat 11-də Nurani xanım bizim orada saat 11-dir, burada 11-dir, orada 10-dur, mənə deyir ki, bugün deyir, eləyənməzsən onu. Ev yox, sabah da eləyərsən. Dedim, necəyəm, bugün də eləyərəm. Deyir, ay bala, gün orta saat 3-ün yarısı deyir, veriliş başlayır. Dedim, eləyərəm, narahat ol. Günel etdi doğrudan da telefonla, yəni həvəskar çəkiliş olsa belə, onu etdi, bizə göndərdi. Biz ona baxdıq burada, nə qədər sevindik. Çox sevindik. Və onlar da çox qeyri-adi Ravidə xanım hisslər idi. Və bilirsiniz, Ravidə xanım maraqlısı nə idi? Sadəcə orada gedib o göndərilən əşyalar olsun, yiyəcəklər olsun, yardım üçün göndərilən o mendillər, nə bilim də, peçetələr falanlar olsun. Onlar da, bunlar təkcə deyildi. Hətta o qoyulmuş şeylər belə tərpədirdim, gördüm ki, ağırdı. Onların cibindən ayrı-ayrı şeylər, onları da çıxardıb bir-bir göstərdim. Bax, çikolata qoyublar, bunu qoyublar, onu qoyublar. Yəni, siz necə, çox sevinirdim ki, mənim Azərbaycanlarım necə, yəni düşüncəli, qardaş ölçək, necə düşüncəli bir hərəkət edirlər. Çox önəmlidir. Zaman-zaman tarixə biz geri dönsək, tarixi səhifələsək, zaman-zaman Türkiyə, Azərbaycanın, Azərbaycan da Türkiyənin yanında olub. Biz Atatürk'ün dediyi kimi, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, kədərimizdə də, sevincimizdə də bir millət, iki dövlət olaraq bir-birimizin yanında olmuşuq və biz bundan qürur duyuruq. Bundan sonra da belə olacaq. Günel xanım, bu ildə siz davam etdirəcəksiniz də bizim nümayəndəmiz olaraq Türkiyədə. Biz də bilirsiniz də, mən artıq digər bir işə də iki ölkə arası imza atmışam və mən siz keçən ilin uğurlarından deyirsiniz. Mənim keçən ilimin ən böyük uğuru özgə deyilsiniz, yabancı deyilsiniz. Dərinlərə varmadan deyim, çox böyük bir qəzadan qurtuldum. Bu mənə həyatı yenidən bağışladı Allah. İkinci uğurumsa 5-ci ali təhsilimə qəbul oldum. Yenə qardaş ölkədə. Qızımız oxuyur. Bəli, koçluq üzərinə ayrı-ayrı 8+ dal üzərinə oxuyuram. Çox gözəl. Və bunu deyim ki, Nuray xanım, özki ildən danışanda mən insanlara buradan səslənmək istəyirəm. Elə burada iki psixoloq da var. Mən onu demək istəyirəm ki, onlar da məndən razılaşarlar. Yəni, bu köhnə ildə əgər bir kitabı oxuya bilməmişlərsə də,
Aha. onu belə oxudularsa, o da böyük bir uğurdur. Köhnə ildə, hə. Bəli. Kitab O oxumaq da bir uğur, önəmlidir. o da bir uğurdur. Əgər bir filmə baxa bilmirdilərsə, bu ildə onu tamamladılarsa, o da bir uğurdur. Təbii. Əgər gedib kimisə ziyarət edəcəkdilər, onu ziyarət edə bilməmişlərdirsə, o da bir uğurdur. Yəni eski ildə olan bütün uğurlarımıza da necə deyirlər, xoşluqla, xoşça qal deyək, yeni uğurlarımıza da mərhaba deyək inşallah.